qədər vacib, həm də faydalı, əhəmiyyətli bir iş idi ki, yəni onu kistozifibroz xəstələri daha yaxşı bilirlər. Burada da açılışdan görürsünüz bizim doktorları Rəşad Mahmudovdur, Elkin Rəhmovdur, Azad Əkbərzədə, bunların hamısı uzman həkimlərdir, sonra aşağıda Elnara Qurbanova var. Bu doktorlar o kiçik bir otaq yaratmışdır. Əslində mərkəz deyildi o. Sadəcə mərkəzin bir nümunəsini yaratmışdır. Çünki nədən Avropada var, nədən digər ölkələrdə var, nədən Azərbaycanda kistozifibroz xəstələrinin belə bir mərkəzi, onları bir çətir altına toplayan bir yer olmasın, onların səsini, onların fikirlərini dinləyən olmasın. Bu səbəbdən o balaca bir otağı biz mərkəz deyə yaratdıq. Çünki həmişə mən deyirəm, B nöqtəsinə gedib çatmaq üçün A nöqtəsindən çıxmalısan, adım atmalısan. O B nöqtəsinə çatmaq üçün bu kiçik bir yeri biz mərkəz deyə yaratdıq. 12 Mart demək, dediyim kimi mərkəzi yaratdıq. Sonra mərkəzimiz indi yeni klinikada fəaliyyət göstərir. Necə oldu? Çünki orada müəyyən bir məsələlər oldu, 6 sayılı daşındı. Yeni klinika həmən vaxt çox güclü, çox gözəl bir fəaliyyətə başlayırdı. Bizə nə elədik? Bizim pasientlərimiz, bizim balalarımız ən gözəl yerlərdə müayinə olmalı, nəzarətdə olmalı və onların sağlığı daha yaxşı olmalıdır. Bu səbəbdən biz yeni klinikaya köçürdük. Sağ olsunlar bizə dəstək olanlar. Bu da gördüyünüz Fatimə Bayramovadır. Həmən mərkəzdə, məsəl üçün, Türkiyədən gələn doktorumuz var, professor Bülent Karadağ görürsünüz, Barat doktoru vaxt müdürüydü görürsünüz, Əkbər doktor, digər həkimlərimiz. Bunlar bizim doktorlarımızdır. Və Fatimə Bayramova'da kistozifibroz diaqnostika müayinə mərkəzi Səlim Çörəm adına İstanbulda yerləşən Marmara Eğitim Araşdırma Hastanəsində onların da bir mərkəzi var. O mərkəzdən qardaşlaşmış bir mərkəzdir və o qədər gözəl münasibətlərimiz var ki, hər xəstənin haqqında onlara məlumat verilir, ağır